İlk növbədə qeyd edək ki, Arif Ələsgərov özünə məxsus dəstxətdə olan təkcə qrafika sahəsində deyil, təkcə dizayn sahəsində deyil, hətta rəngkarlıq sahəsində özünə məxsus üslubu, tərzi olan bir rəssamdır. Əməkdar rəssam uzun illər pedaqoji fəaliyyətlə məşğul olub və düşünürəm ki, bugünkü yaradıcılıq sərgisi həm də gənclər üçün bir örnəkdir, bir yoldur. Arif Ələsgərovun işlərində Azərbaycan millətinin görmək mümkündür. Yəni burada rəssam öz duyğularında öz fantaziyasını göstərir ki, o əsl Azərbaycanlıdır. Burada personajlar, buradakı cərəyan edən hadisələr hamısı Bakı şəhəri ilə. Bu sərginin adı Bakıya bağlıdır və gördüyünüz kimi burada həm İçəri şəhəri var, həm Bakıdakı o Sovet zamanında olan abu-havalar var. Yəni burada çok böyle emosiyalar var. İnsan bu sergiye bakanda demək olar ki, uşaqlığa, keçmişe qayıdır. Və bu serginin gözəlliyi, özəlliyi də bundadır. Və biz çok şadıq ki, bu sergide biz de iştirak edirik. Və bu gözəlliyi tamaşa edirik. Bu sərgi mənim üçün adi, təsadüfi bir sərgi deyil. Sərgidə nümayiş olunan əsərlərin müəllifi mənim üçün çox bir doğma bir adamdır. Arif müəllim Ələsgərov mənim universitet illərimdən mənim pedaqoqum olub, mənim müəllimim olub, məni bir yetişdirən bir necə deyim, insanlardan biri olub. Onun məsləhəti ilə bu günləri bəlkə də mən bu zirvəyə çatmışamsa onun sayəsində. Gördüyülən işlərdə isə, əsərlərdə isə çox qeyri-adi yanaşma, həm Azərbaycanın o qədiminin el sənətinin də göstərməsi, qeyri-adi kreativ dizaynda olan kompozisiyalar, həm o vaxtın insanların formalaşması, həm yeni kreativ dövrün nümunələri çox rast gəlmək olar bu sərgidə. Ona görə bu sərginin də bir qeyri-adi bir nüansı var ki, sərgi həm bütün təbəqədə olan insanların zövqünü oxşaya bilər. Bax, bu da çox böyük bir, necə deyim, nüansdır bu sərgidə. Arif müəllimin əvəzi yoxdur bu sənətdə. Həm qırqaçqa, həm insan kimi. Əvəz olunmaz insandır. Onun üçün qiyməti verilmir, bu adama qiymət verilmir. Elə adamlara xalq rəssamı verilmək ki, vallahi bu sağlığında versinlər də bunu. Əsərləri gözəl, əsərləri olunda olan milli ruh həm Azərbaycan rəssamını tapmaq. Toğrulda var idi, Rasim Babayevdə vardı. Arif müəllimin qıraqaları əvəz olunmazdı, əvəz olunmazdı. Allah can sağlığı versin ona. Həm qrafik rəsmlərindən rastlaşdım, həm rəngkarlıq və eyni zamanda da əsərlərdə xüsusilə modern və günün nəbzini tutan mövzulara müraciət olunub və kompozisiya baxımından texniki tərəfdən də əgər analiz etsək, əsərlər ümumilikdə həm dünən və bugünü sanki vəhdətində yaranan bir əsər kimi diqqəti çəkir, əsərlər kimi daha doğrusu. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif illərə aid 60-dan çox qrafika və rəngkarlıq əsəri nümayiş olunur. Qeyd edək ki, Köhnə Bakılı Həsrət və Duyğular sərgisi 26 oktyabr 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq. Azərbaycan Milli İncəsənət Muzeyi.